hünərim var, sıfırdan oxu trendilə. Mənim də çox mahnılarım olmuş, mən trendə salmışam, nə olsun? Mahnıda mahnıya fərq var. Sən mahnı oxusam, o sözü mənə deyərsən, yaxşı? Ha, bax, səndən mahnı oxusam, onda sənin ixtiyarın yoxdur Kəmalə xanım, mən sizin mahnını oxumamışam. Mən sənin yerini olsam, mahnının yiyələri var, yiyəsi var. Sənin sovisi vicdanınamı bəs? Vicdanın nə adiyyatı var ki? Adiyyatı çoxdur. Mahnıdır ki, hər il bir dənə mahnı çıxır trendə. Mahnıdır, mahnıdan çox mahnı var. Trenddə olan mahnı oxumağa nə var ki? Sıfırdan oxu göstər. Sıfırdan bir dənə mahnı oxu, get 18 milyon yığ, gətir, göstər mənə. 18 milyon yığıb oturmuşam burada. Hay, oxuyun, gedin 1000 nəfər adam oxusun. Hərənin səs rəngi var, nə olsun, siz də kimlərinsə mahnısını oxumusunuz. Siz də bugünə qədər hamının mahnısını oxuyaraq bura gəlmişsiniz. Yəni sıfırdan sizin mahnınız olmayıb. Mən hamıdan icazə almışam, halallıq almışam. İcazə də olsun, kimlərinsə mahnısı ilə gəlmişəm. Bunu da biz bilirik. Özdəki mənim yerlilərim, talışlarım mahnısıyla gəlib çıxmışsınız bura. Yəni bunu da bilirik. Nə talış? Çinli çaydan kimin mahnısıydı? Birinci Tamara mahnısı partlayıb. Yaxşı, ikinci olsun. Çinli çaydan kimin mahnısıdır? Çinli çaydan kimin mahnısıdır? Çinli çaydan talış mahnısı deyil axı. Talış Get yaxşı öyrən, sənə gəlib deyərsən. Xeyr. Yox, Əflatun Qubadır. Əflatun Qubadov talış deyil, Cənubdandır da. Yox, Cənubludur. Cəlilabaddandır. Bəli, yox, talış deyil. Cənubludur da. Yox, Cənubludur. Mən də deyirəm ki, Cənublu bəyin mahnısı ilə gəlib burada oturmuşsan. Necə sıfırdan deyəndə, gərək sənin də bir sıfırdan mahnın ola ki, sən gəlib. Tamara da sənin mahnın deyil. Tamara da sənin mahnın deyil. Zato partladmışam. Nə olsun? Mənim də dedim axı bayaq, mənim də partladığım mahnılar çox olur. Oxuyardın da partladığım mahnılar. Oxumuşam. O mahnı keçən səfər də oxumuşam. Tərbiyəsi oturub oynadıydım oxuyursan. Neynəmişəm? Sən olan verilişdə mən gəlib tərbiyəsiz. Gəlmə 18 milyon olan mahnı gəlin əxlaqımızı qoruyaq, saxlayaq xanımı. Səsləndirin.